Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Şamaxı İdman kompleksindən sizləri salamlayırıq. Məsələ canlı reportajımız. Qapını qoruyacaq Nail Alışov. Bu arada hakimin də işarəsi gəldi. Qarşılaşma artıq start götürdü. Pərviz zərbə. Tobakva adca yerdə qaldı. Təkrar əmlə. Tomarov. Çıxarmaq istəyirdi, alınmadı. Təhlükəli bir əmlə ola bilər. Zərbə Rəfan yerindədir. Ən azı 2 dəqiqə əlavə edəcək. Pərviz Azadov. Pərviz mərkəzə çəkildi. Azadov və gol! Pərviz Azadov. Və gol sevincini də texniki zona ilə bölüşür. Görüşdə hesab açılır. Azadov topla irəlilədi. Cərmə meydança səndəvərində. Vüsal Əliyev qapı qarşısına Rəvan. Qapısını tərk etmişdi Rəvan Kazımov. Şəfan əmləsini izləyək qapı qarşısına ötürməyə. Azadov zərbə. Seymur ötürməyə. Vüsal Əliyev daban ötürməsi. Ruslan çevirdi. Orada Rəvan da qapısını tərk etmişdi. Referin mübarizəni davam etdirir. Mərdanov da qatıldı əmləyə. Emin Zamanov qapı qarşısına ötürməyə. Başla zərbə və gol! Golazo! Elnur Cəfərov baş zərbəsi ilə topu torlara yolladı. Emin Zamanovun məhsuldar ötürməsində Elnur Cəfərov topu torlara yollayır. Daha bir təhlükəli əmlə. Ruslan cərmə meydançasındadır zərbə. Nail Alışov. Rəvan Kazımov bu əmləni oxudu. Ötürməni oxudu. Bəli, refer ilə bu cəhdlə də, bu əmrlə də görüşü bitirir.